Hamıya salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə hazırlanması çox sadə olmasına baxmayaraq olduqca dadlı olan yumurtalı yağlı tərə yeməyi hazırlayacağıq. İlk olaraq əvvəlcədən yaxşıca yuyub hazırladığımız yağlı tərəni qazanda əvvəlcədən qaynatdığımız suyun içərisinə əlavə edirik. İlk baxışdan tərə çox görünsə də narahat olmayın, çünki isti suyun içərisində bişərkən o öz həcmini itirir və xeyli azalır. Və təxminən 5-6 dəqiqə tərəni qaynamağa buraxırıq. Bu müddət ərzində isə başqa bir tavada yağ soğan hazırlayırıq. Bunun üçün 1 ədəd böyük və ya 2 ədəd orta boy soğandan istifadə edə bilərsiniz. Soğanlarımız qovrularkən biz də tərəni süzüb üzərinə soyuq su tuturuq. Daha sonra əlimizlə yaxşıca sıxırıq ki, artıq suyu çıxsın və daha sonra doğrayırıq. Çox xırda doğramağa ehtiyac yoxdur. Soğanlarımız qızardıqdan sonra üzərinə doğradığımız tərəni əlavə edib yağ soğanla birlikdə bir qədər qovururuq. Bu mərhələdə zövqə görə duz əlavə etməyi də unutmuruq. Tərə suyunu tam çəkib soğanla yaxşı qarışdıqdan sonra üzərinə 4 ədəd yumurta əlavə edirik. Tavanın qapağını örtüb yumurtaların tam bişməsini gözləyirik. Gördüyünüz kimi yumurtalar bu şəkildə şişib qalxdıqda artıq yeməyimiz hazırdır. Gördüyünüz kimi bu yeməyin hazırlanması çox sadədir. Xüsusilə səhər yeməyi üçün çox gözəl bir seçimdir. Az vaxtda hazırlanan bu yeməyin dadı sizi çox təəccübləndirəcək. Ümid edirik ki, videomuzu bəyəndiniz. Əgər videonu bəyəndinizsə, kanala abunə olmağı, videomuzu bəyənməyi və rəylər bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.